Salam. Əvvəlki dərslərimizin birində qeyd etmişdik ki, trade receivables, yəni debitor borcları şirkətin malları və ya xidmətləri kreditlə satdıqda balans hesabatında yaranan aktiv hesabıdır. Yəni bu şirkətin təqdim etdiyi mal və ya xidmətlərə görə üçüncü tərəfdən almalı olduğu məbləği ifadə edir. Praktikada bu proses necə işləyir? Bax ki, Wayne X şirkətindən məhsul alır. Bu zaman X şirkəti ona bir invoice təqdim edir. Ümumi fakturada alınmış malların məbləği, sifariş və çatdırılma tarixi, ödənməli olan məbləğ və ödəniş üçün son tarix göstərilir. Müştəri həmin məbləği ödəyənə qədər isə X şirkətinin balans şitində həmin məbləğ trade receivables kimi qalır. Bəs sizcə trade receivables yaxşı göstəricidir? Əlbəttə, kiminsə sizə pul borclu olması pis bir şey deyil, amma həmin pulun bank hesabınızda olması bundan daha yaxşıdır. Əslində, trade receivables bir çox şirkətlər üçün ciddi bir investisiya hesab olunur. Çünki X şirkəti müştərilərinə məhsulu kreditlə satır və ödənişi bir neçə ay sonra qəbul edirsə, bu deməkdir ki, şirkət həmin müddət ərzində öz vəsaitini müştərilərin istifadəsinə vermiş olur. Başqa sözlə desək, şirkətin pulu müəyyən müddətə bağlanmış vəziyyətdə qalır. Çünki mütəmadi alış-veriş edən müştərilər şirkətə hər zaman müəyyən məbləğdə borclu qalırlar. Maliyyə dünyasında isə pulun bir dəyəri var. Bu səbəbdən trade receivables məbləğinin həddindən artıq yüksək olması şirkət üçün arzuolunmaz vəziyyət hesab edilmir. Bəs trade receivables məbləği hansı amillərdən asılıdır? Birinci amil satışın həcmidir. Əgər bütün şərtlər eyni qalarsa, nə qədər çox satış etsək, trade receivables da bir o qədər artacaq. Əgər satışların böyük hissəsi kreditlə həyata keçirilirsə, bu göstərici daha da yüksək olacaq. İkinci vacib amil müştərilərə verilən kreditin müddətidir. Ödəniş müddəti uzandıqca trade receivables məbləği də sürətlə artır. Üçüncü amil isə şirkətin debitor borclarını necə idarə etməsidir. Əgər X şirkəti müştərilərlə vaxtında əlaqə saxlamır, onlara ödəniş vaxtının çatdığını xatırlatmırsa, nəticədə debitor borcları artmağa başlayacaq. Bundan əlavə məhsulun gec göndərilməsi, fakturaların gec hazırlanması və digər əməliyyat prosesləri də trade receivables məbləğinin artmağına səbəb ola bilər. Xatırlayırsınızsa, əvvəlki dərslərimizdə danışdığımız kimi, bu cür problemlərin böyük hissəsini effektiv ERP sistem tətbiq etməklə aradan qaldırmaq mümkündür. Bax ki, X şirkəti məhsullarını müştəriyə göndərib. Invoice təqdim olunub və artıq ödəniş tarixi yaxınlaşır. Şirkət təbii olaraq müştəridən həmin məbləği almağı gözləyir, çünki öz öhdəliyini artıq yerinə yetirib. Bu mərhələdə iki mümkün senari var. Birinci senari odur ki, müştəri ödənişi son tarixdə və ya ondan əvvəl edir. Bu vəziyyətin mühasibə otçotunda necə əks olunduğunu əvvəlki dərslərdə artıq öyrənmişik. İkinci senari isə daha maraqlıdır. Əgər müştəri ödənişi vaxtında etmirsə, lakin şirkətin onun yaxın zamanda ödəyəcəyinə əsaslı inamı varsa, həmin məbləğ trade receivables, yəni debitor borcları kimi balans hesabatında qalmağa davam edir. Bundan əlavə, əksər hallarda gecikən ödənişə görə faiz də hesablanır. Bu faizlərin məbləği və hansı şərtlərlə hesablanacağı adətən tərəflər arasında əvvəlcədən imzalanmış satış müqaviləsində müəyyən edilir. Müştəri əsas borcu ödəyəndən sonra həmin borca faiz hesablanması dayandırılır. Daha sonra isə yalnız gecikmə faizlərini əks etdirən yeni bir faktura hazırlanır. Lakin hər zaman hər şey bu qədər yaxşı nəticələnmir. Başqa bir ehtimal da var ki, müştəri ödənişi ilə bilmir, çünki onun şirkəti default vəziyyətinə düşüb, yəni öhdəliklərini yerinə yetirə bilmir. Belə olduqda şirkət debt collector, yəni borcun yığılması üzrə agentliyin köməyindən istifadə etməli və hüquqi prosedurlara başlamalı olur. Ancaq bir çox hallarda belə borcların tam şəkildə yerə qaytarılması mümkün olmur. Bu hallarda mühasibə otçotunda müvafiq düzəlişlər aparılmalıdır. Əvvəlcə artıq geri alınmayacağı gözlənilən trade receivables məbləği balansdan silinir. Daha sonra isə həmin məbləğ qədər bad debt expense tanınır, yəni şübhəli və ya ümidsiz borc xərcləri. Beləliklə, vaxtı ilə gəlir kimi tanınmış, lakin faktiki olaraq əldə olunmayan məbləğ xərclə əvəzləşdirilmiş olur. Bəzi şirkətlər isə bu cür halların müəyyən faizlə baş verəcəyini əvvəlcədən bilir. Məsələn, əgər bir şirkətin 10.000 müştərisi varsa, onlardan 50 və ya 100 nəfərin maliyyə çətinliyi yaşayaraq borcunu ödəyə bilməməsi tamamilə normal hesab olunur. Məhz buna görə də bəzi şirkətlər əvvəlcədən allowance for bad debts, yəni şübhəli borclar üzrə ehtiyatlar yaradırlar.
Tutaq ki, tarixi məlumatlar göstərir ki, X şirkətinin ilin sonunda mövcud olan trade receivables məbləğinin təxminən 1%-i sonradan geri qaytarılmayan borca çevrilir. Əgər şirkət bunu əvvəlcədən gözləyirsə, həmin satışların həyata keçirildiyi il ərzində bu riskə uyğun xərc tanıya bilər. Bu, olduqca məntiqli yanaşmadır. Çünki bu zaman uyğunluq prinsipi qorunmuş olur. Yəni, gəlirlər hansı dövrdə tanınırsa, həmin gəlirlərlə əlaqəli mümkün xərclər də eyni dövrdə tanınır. Nəticədə, trade receivables balansda daha real məbləğlər göstərilir və şirkətin faktiki olaraq əldə etməyini gözlədiyi vəsaiti əks etdirir. Eyni zamanda, cari ilin profit and loss, yəni mənfəət və zərər hesabatında bad debt expense də qeyd alınır. Beləliklə, şirkətlər həm vaxtı keçmiş fakturaların ücretini aparmağı, həm də geri qaytarılması gözlənilməyən borclar üzrə əvvəlcədən ehtiyat yaratmağı təmin etmiş olurlar. İndi isə real bir nümunəyə baxaq. MSD ABŞ-nin St. Louis şəhərində və eyni adlı ərazisində fəaliyyət göstərən kanalizasiya və çirkab su xidmətləri təşkilatıdır. MSD-nin əsas vəzifələrinə çirkab sularının toplanması və təmizlənməsi, kanalizasiya sisteminin idarə olunması, eləcə də yağış sularının idarə edilməsi daxildir. MSD-nin fəaliyyət sahəsinin xüsusiyyətlərinə görə təşkilat ödəniş etməyən müştərilərin xidmətini dayandıra bilmir. Orta hesablanan şirkət təqdim etdiyi hesab fakturaların təxminən 97%-ni toplaya bilirdi. Lakin göstərilən xidmətlərin həcmi artdıqca bad debts, yəni ümidsiz borclar da paralel şəkildə artmağa başladı. Bir müddət sonra MSD-nin geri qaytarılmayan borclarının illik məbləği 3,5 milyon dolları keçdi. Bu isə təşkilat üçün kifayət qədər ciddi problem idi. Problemi həll etmək məqsədi ilə MSD analitika və data science sahəsində ixtisaslaşmış xarici konsalting şirkətlərini işə cəlb etdi. Bu şirkətin adı Vertex idi. Vertex MSD-yə bütün kredit və borcların toplanması prosesini ətraflı təhlil etməyə kömək etdi. Araşdırma aşağıdakı sahələri əhatə edirdi: ödəniş razılaşmaları, payment arrangements, ödəniş üsulları, payment options, borc toplama agentliklərinin idarə olunması, collection agency management və müştərilərlə əlaqələrin qurulması, customer engagement. Həm keyfiyyət, həm də rəqəmsal təhlillər aparandan sonra Vertex geri qaytarılmayan borcların azaldılması üçün bir neçə təşəbbüs irəli sürdü. Bunlardan biri Predictive Analytic Model, yəni proqnozlaşdırıcı analitika modeli idi. Bu model gələcəkdə ödənişini gecikdirə biləcək müştəriləri əvvəlcədən müəyyən edə bilir və həmin müştərilərə xüsusi mesajların göndərilməsinə, eləcə də daha rahat ödəniş imkanlarının təqdim edilməsinə şərait yaradır. Bundan əlavə, MSD müştərilərlə daha proaktiv əlaqə saxlamağa başladı. Vaxtı məhdud olan müştərilər üçün Self-Service Payment Options yaradıldı, yəni özünə xidmət ödəniş imkanları. Eyni zamanda, kağızsız hesab faktura sistemi tətbiq olundu. Bu da müştərilərin onlayn özünə xidmət platformalarından daha çox istifadə etməsinə səbəb oldu. Konsalting şirkəti daha bir vacib addım atdı. 5 ildən artıq müddətdə ödənməyən bütün borclar xüsusi borc toplanma agentliyinə həvalə edildi. Bu agentlik bütün hüquqi prosedurları həyata keçirir və əvəzində yalnız uğurla topladığı məbləğdən müəyyən faiz alırdı. Əldə olunan nəticələr olduqca təsirli idi. MSD cəmi 1 il ərzində geri qaytarılmayan borcların yığımını 30% artırdı. Bunun nəticəsində şirkət balans hesabatında yaratdığı şübhəli borclar üzrə ehtiyat məbləğini təxminən 65% azalda bildi. Bundan əlavə, ödəniş etməyən müştərilərin ümumi sayı da əhəmiyyətli dərəcədə azaldı. Bəs bu nümunədən hansı nəticəni çıxara bilərik? Digər bütün biznes prosesləri kimi ümidsiz borcların idarə olunması da davamlı diqqət və düzgün yanaşma tələb edir. Şirkətlər bu sahədə sistemli şəkildə çalışdıqda və düzgün addımlar atdıqda əldə olunan nəticələr adətən özünü çox gözlətmir. Müştəriləri fakturalarını mümkün qədər tez ödəməyə təşviq etməyin və eyni zamanda şirkətin kapitalını daha tez dövrəyə qaytarmağın ən effektiv yollarından biri erkən ödənişə görə discount, yəni endirim təklif etməkdir. Tutaq ki, X şirkəti müştərisinə 100 min dollar məbləğində 60 gün ödəmə müddəti olan bir faktura təqdim edir. Lakin şirkətin maliyyə meneceri balans hesabatında olan debitor borclarının məbləğini azaltmaq istəyir. Buna görə də müştəriyə belə bir təklif olunur. Əgər o ödənişi 60 gün əvəzinə 30 gün ərzində edərsə, fakturanın ümumi məbləğinə 2% endirim tətbiq olunacaq. Bu, bir çox şirkətin öz trade receivable-sını
daha tez toplamaq üçün istifadə etdiyi olduqca effektiv üsullardan biridir. Belə bir yanaşma xüsusilə şirkətin pul çatışmazlığı yaşadığı, artan working capital, yəni dövriyə kapitalı ehtiyacını maliyyələşdirməkdə çətinlik çəkdiyi hallarda çox faydalı hesab olunur. İndi isə bu endirimin mühasibat otçotu baxımından necə qeydə alındığına baxaq. Bunun iki fərqli üsulu var. Əgər əvvəlcədən məlumdursa ki, müştəri ödənişi vaxtından əvvəl edəcək, o zaman şirkət endirimi artıq nəzərə alınmış formada, yəni fakturada tərtib edə bilər. Əks halda müştəri əvvəlcə ilkin fakturanın tam məbləğini ödəyir. Daha sonra şirkət ona kredit qeydi təqdim edir. Kredit qeydi şirkətin müştəriyə müəyyən məbləğ borclu olduğunu göstərən rəsmi mühasibat sənədidir. Bundan sonra X şirkəti həmin məbləği ya müştəriyə nağd şəkildə geri ödəyir, ya da bu məbləği gələcəkdə həmin müştəriyə təqdim ediləcək digər fakturalar üzrə borclardan çıxır. Beləliklə şirkətlər bütün müştəriləri daha erkən ödəniş etməyə təşviq edə, həm də trade receivables, yəni debitor borcları məbləğini azaldaraq vəsaitlərini daha tez dövriyyəyə qaytara bilərlər.